Əziz dostlar, bugün bir xudmani məclis düzəltmişik. Çay süfrəsi arxasında Adil Cəfakeş, Hüseyin Sözlü, Sədi Yaradanqulu, İldırım Məlişoğlu və bəndəniz mən Vahid Səməndi iştirak edirəm. Mən dostlarımdan xahiş edəcəm, könüllərinə yatan bir şeirlə bizim hörmətli tamaşaçılarımızı, dostlarımızı salamlasınlar. Adil müəllim, sizdən başlayaq. Çox sağ olun. Mən də dinləyicilərimizi, izləyicilərimizi, bizi sevənləri salamlayıram. Klassik ədəbiyyatımıza səyər verən, klassik ədəbiyyatımızı səyənən bizim izləyicilərimizə, həvəskarlarımıza yenə ürəkdən gələn salamlarımı, təşəkkürümü bildirirəm ki, biz onların sayəsində yazaraq, yaradıraq. Biz özümün üçün yox, onlar üçün yazırıq. Mən bugün klassik ədəbiyyatımızdan, klassik aşıq ədəbiyyatının divani janrından olan bir divanı oxuyacaq. Çox gözəl. Qiyməti bir qiymətsizə verib qiymətdən düşdüm. Hörmətsizə hörmət etdim, özüm hörmətdən düşdüm. O qədər yordum özümü qədir bilməz yolunda. Dizlərimdə güc qalmadı. Tamam taqətdən düşdüm. Naşükürlük eyləmədim. Heç vaxt düşmədim asi. Məclislərdə oxudum mən, ellərə yaydım səsi. Öz yanımda başa çəkdim layiq olmayan kəsi. Oturduğum tac taxtdan, o səltənətdən düşdüm. Söylədilər, yağ satırıq. Baxıb gördüm, şordu ki, görməməzlik eylədim mən. Dedilər, bu kordu ki, hər yetənin arxasınca qaçmaq elə yordu ki, saatda 100 ilə gelirdim. Həmin sürətdən düşdüm. Cəfakeşə, bir axmağın başını təriflədim, gözlərinə gözəl dedim, qaşını təriflədim, xətirinə dəyməyim deyə. Naşını təriflədim, özümü də gözdən saldım. Qüdrətdən düşdüm. Çox sağ ol, Adil Cəfakeş. Sənin bu sözündən sonra heç biz bilmirik nə danışaq, nədən danışaq. Amma indi yenə də dostlarla bu məclisi davam etdirək. Hüseyin müəllim, Hüseyin Sözlü Azərbaycan ədəbiyyatında və musiqisində adı sanı olan layiqli bir şəxsiyyət. Buyurun Hüseyin müəllim. Kəsi salamlayıram. Mən də dinləyəcəm üçün əruz vəzində yazdığım ilk qəzəli səsləndirir. Cananıma qurban edirəm can, qəbul etmir. Bilməm necə bütdür ki, bu qurban qəbul etmir. Zülfündə dilərdim ki, olum şanə yerində, əfsus bunu o zülfü pərişan qəbul etmir. Bülbül kimi deyilim ki, məni bağı gülüstan, divanə kimi bəzi biyaban qəbul etmir. Kimdən də soruşdum, dedilər, eşqə meyilli, bilməm nə üçün heç məni bir an qəbul etmir. Attım özümü dəryara eşqində onun üçün, neyləmişəm, dəryada tufan qəbul etmir. Tanrım, məni sən eşqimə sarvan kimi etdin, mən karvana gəlsəm də o sarvan qəbul etmir. Bədbəxtliyim ondandır o sevdiyi canan, tənhalığı xoşlar, daha mehman qəbul etmir. Çək var, həkim, zəhməti eşq əhli sözlü, dərmanı da yarın bəslidir, dərman qəbul etmir. Çox gözəl, çox gözəl, çox gözəl. Əziz dostumuz, qardaşımız Sədi Yaradanqulu. Hər birinizi salamlayıram. Bu günə də şükür bir məclislərimizdə oturmuşuq. Çay məclisidir. Hamıya can sağlığı arzulayıram. Mən də qısa bir dənə şey demək istəyirəm.
Bir gül çiçək əkdiyim yaşıl çəməndə, alsa da qoynuna nərgizlər məni. Dumanlı havada, yağışlı gündə, nə qoruya bilər, nə əzilər məni. Amma ayağım altında əzilən torpaq. Bir gün gələcəkdir öz anam kimi, açaraq qolunu alıb boynuna, oxşaya-oxşaya əzizlər məni. Oxşaya-oxşaya əzizlər məni. Çox sağ olun. Teşekkür ederim. Əziz dostumuz İldırım Əlişoğlu, zəhmət olmasa üzünü mənə tərəf çöndər. Bilirəm. Özümə ilhamına yenik düşdün yenə sən. Al qələmi döşə gəlsin dərdini. Bu tali var, elə bizdir oyunda. Zəri cütlər, uduzarsan nərdini. Kim istər ki, günlər ona dərd yaza. Heç görmədim düz yolunu mərd aza. Nə söyləsən, batmaz ki söz qanmaza. Hələ bir də qəlbən sevə hərdini. Ay İldırım, dostu belə seç tanı. Gör içində gizlətməyib şeytanı. Saflarını et qəlbinin sultanı. Yaşamında görməsin heç şər günü. Yaşamında görməsin heç şər günü. Teşekkür ederim. Sən sağ ol. Həyatdan barı sən zövq al. Neynirsən hardasa qaraldı izim. Tək mənim başıma gəlməyir bu hal. Hamının axırı bir gün, əzizim. Seyrəlir dünyada qədir bilənlər. Soyğulub qəlblərə kəsilir hakim. Varmı sevincini dostla bölənlər? Axtarsan dünyanı tapılmaz heç kim. Çoxdur unudanlar duzu, çörəyi. Yaltaqlıq danışır hörmət adından. Bəlkə də olmasan bir gün gərəyi, evinin yolu da çıxar yadından. Yalancı təriflər ruh verir cana. Çoxdur yağlı dilə uyan nadanlar. Dönərək damara, dönərək qana. Bəzən ürəyinə girirlər onlar. Bir ürək sırdaşı, dərd bilən deyə, kimə inanasan, çətin sualdır. Niyə yalan bizim məstidir, niyə? Niyə həqiqətin dilləri laldır? Dilləri laldır. Niyə həqiqətin dilləri laldır?